Salam hörmətli YouTube izləyicilərimiz. Bugünkü dərsimiz Word proqramının qalan başqa bölmələrinin bir-ikisinə izah edəcəm. Bu bölmələr də bizə lazım olan bölmələrdən biri olacaqdır. Çünki o biri bölmələr demək olar sənət işlərində ən çox, yəni onlardan istifadə olunmur. Mən sizə göstərdiklərim, yəni hər birimizin istifadə edəcəyi bir bölmələrdir. Deməli, bundan əvvəlki dərsimizdə dizayn bölməsini izah etmişdim. Daha sonraki bölümü isə razmetka stranisidir. Bu bölmədə birinci polya bölməsində səhifənin gördüyünüz kimi sağı, solu, yuxarı və aşağı kənarlarının məhdudlaşdırılmasını göstərir. Neçə santimetrdən sonra yazının başlaması sağdan, yuxarıdan bunu nizamlamaq olur. Yəni bu bölmə ilə. Daha sonra isə razmer bölməsində gördüyünüz kimi buradan formatı seçə bilərik. Sənətin hansı formatda olmasını. Məsələn, ən çox A4 formatından istifadə olunur. Ona görə də A4 formatında qalır sənət. Daha sonra bu gördüyünüz kitab yazısı albom forması. Albom formasına keçiddə gördüyünüz kimi albom şəklində düşür vərəq. Və bu hər hansı bir, məsələn, elan yazdıqda bu formadan istifadə olunur. Kolonka bölməsində isə yazının neçə sütundan ibarət olmasını göstərir. Məsələn, hər hansı bir yazıları yazaq bura və bunu kopyalayıb çoxaldaq. Bax, gördüyünüz kimi, məsələn, bu yazı formasından əvvəlki bölməsinin menü keçək ki, kitab formasına keçirdək və gördüyünüz kimi bu bölmə 3 sətirdə 3 sütunda düşdü yazılar. Bu əsasən, məsələn, indi 2 sütun göstərim. Məsələn, bu sütun əsasən testlərin hazırlanması zamanı lazım olur demək olar. Və başqa sənədlərin hazırlanmasında da lazım olur, amma ən çox yəni testlərin hazırlanmasında istifadə olunur bu bölmədə. Və bayaq göstərdiyim Ctrl-A-nın hamısını seçib delete pozuruz və bayaq göstərmişdim polya bölməsinin burada daha açıq forması var və gördüyünüz kimi soldan, sağdan yuxarı və aşağının məhdudlaşdırmasını göstərir. Bu neçə santimetrdən başlamasını soldan, neçə santimetr sağdan başlanmasını buradan seçə bilərik. Razmetka stranisi bölməsindən bu qədər, yəni əsas vacib olan hissələr bunlardır. Daha sonraki bölmələrdə bunlar silkedir. Bunlardan yəni elə də istifadə olunmur gördüyünüz kimi. Yəni deməli, razmetka bölməsi də yəni elə də istifadə olunmur bu bölmədən. Əsas bizə lazım olan bölmələrdən biri də vid bölməsidir. Bu bölmədə məsələn gördüyünüz kimi bizim Word-də qıraqdakı xəttkeşlər yoxdur. Bu xəttkeşləri gətirmək üçün lineyka bölməsinə işarə qoyuq və gördüyünüz kimi xəttkeşlər yuxarı və sol küncdə santimetrlərlə göstərilir. Bu setka isə yazının gördüyünüz kimi damalar şəklində, vərəqin damalar şəklində olmasını göstərir. Və bu rejim oxumaq rejimidir. Buna qoyduqda gördüyünüz kimi bütün menyular yox olur. Oxumaq rejimi göstərilir. Bundan çıxmaq üçün klaviaturumuzun sol küncündə, sol yuxarı küncündə ESC düyməsini basırıq, buradan çıxır. Və Word proqramı haqqında bu qədər. İnşallah gələn dəfəki dərslərimizə çalışacağım. Word, Microsoft Office-in başqa proqramlarını gücüm çatan qədər sizlərə çatdırım. Word da bu qədər gücüm çatan qədər çatdırdım. İnanıram ki, yeni başlayanlar üçün bu dərslərin bir xeyri olacaqdır.